Vaxtınız xeyir. Bugünkü qısa dərsimiz əvəzlik bölməsindən olan işarə əvəzlikləri haqqındadır. Demonstrator Pro-nun işarə əvəzlikləri. Hal-hazırda mən sizə bu işarə əvəzliklərinin xüsusi düsturunu çıxaracağım və bu düstur vasitəsilə siz həm 9-cu siniflər, həm 11-ci siniflər bu düstur vasitəsilə testləri rahatlıqla işləyə bilərsiniz. Bundan sonraki dərslərimizdə bütün mövzulardan çalışıb xırda-xırda qısa video izahlar çəkəcəm. Və müəyyən bazası olan şagirdlər bu izahlara baxıb artıq qaydanı tam mənimsəmiş ola bilərlər. Ümumiyyətlə bazası olmayan şagirdlərimiz də diqqətlə baxsalar başa düşərlər. Bizim 4 əsas işarə əvəzliyimiz var. This. Bunu deyə qaydasını çıxarım. This uşaqlar. Bu tərcüməsi bu deməkdir və buna üstəgəl, yəni cümlə strukturuna əsasən this cümlədə özündən sonra tək varlıq qəbul edir. Tək varlıq, üstəgəl, yaxın məsafə, və mən bərabərdir. Ona görə qoyuram ki, bunların tərcüməsi hamısının zisin buya bərabərdir. Bu. Yəni zis tək varlıq üstəgəl yaxın məsafə. Biz əvəzlikləri, işarə əvəzlikləri təkcə təkicəmi göstərmək üçün deyil, həm də biz göstərdiyimiz ümumiyyətlə varlığın məsafəsini, yaxınlığını, uzaqlığını da cümlə içərisində başa düşə bilirik. Məsələn, buna misal deyirəm ki, this qırmızı hərflərlə yazaq, ayıraq. This book is mine. Bu kitab mənimkidir. Və cümlədən də gördüyünüz kimi zisdən sonra gələn varlıq təkdədir və tərcüməsi bu deməkdir. Zislə hər zaman yadda saxlayırıq, mütləq varlıq təkdə gəlməlidir. İkinci əvəzliyimiz zət. Zət də zis kimi tək varlıq qəbul edir, mütləq isim təkdə olmalıdır və üstəgəl fərqi bircə budur ki, uzaq məsafədir. İndi onu uzaq-yaxın məsafəndə aşağıda cümlələr şəklində deyəcəm. Tərcüməsi isə odur. Tərcümədə eyni cümləni zət ilə yazsaq, that book is mine. O kitab mənimkidir. Birinci cümlədə bu kitab, ikinci cümlədə isə o kitab mənimkidir. Sadəcə fərq tərcümədə oldu. Özündən sonra zisin zətin ortaq xüsusiyyəti, özlərindən sonra gələn varlıq təkdə olmalıdır. Üçüncü, this üstəgəl artıq cəm varlıq, üstəgəl yaxın məsafə, bərabərdir bunlar. Buna da bir misal. These eyni cümlə üzərindən gedirəm ki, aydın olsun. Yəni fərqi bu 4 cümlə arasında görə biləsiniz. These books are mine. İndi fikir versəniz, these özündən sonra necə isim qəbul elədi? Cəm. Bu artıq biz cəmlədik və xəbəri də təbii ki, cəm oldu. Yəni izin cəmi kimi arı daxil etdik. Bu kitablar mənimkidir və yaxud da these are mine, bunlar mənimkidir də demək olardı. 4-də those üstəgəl, yenə də cəm varlıq, üstəgəl uzaq məsafə. Bərabərdir onlar. Eyni misal üzərindən yazırıq. Those books are mine. O kitablar mənimkidir. İndi diqqətlə hər 4 əvəzliyə baxın və burada diqqətli baxsanız görərsiniz ki, qırmızı qələmlə qeyd edeyim, zisin cəmi zisdir. Sadəcə fərqləri nədir? Yəni dediyim kimi zis təkdədir və zis cəmdədir. Amma məsafə hər ikisində yaxındır. Amma zətin cəmi zosdur. Gördüyünüz kimi zətdə də tək varlıq, zət təkdir. Bir növ fikirləşin ki, zətin cəmi zosdur. Zisin də cəmi zisdir. Məsafə olaraq iki işarə əvəzliyinin məsafəsi yaxın, iki işarə əvəzliyinin məsafəsi isə uzaq məsafəni göstərir. Zis yaxın məsafə, zət uzaq məsafə. Hər ikisi tək varlıq. Zis yaxın məsafə, zos uzaq məsafə, ikisi də cəm varlıqları bildirir. Yaxşı, bəs cümlədə yazsam ki, burada bir boşluq qoysam, yazsam ki, pen, əvvəlcə bunu nümunə göstərim. Yaxın məsafə və yaxud da uzaq məsafə olduğunu nədən bilə bilərik? Bizdə açar sözlər var. Açar sözlər yazaq bura. Açar sözlər bizim köməyimizə hər zaman çatırlar. Açar sözlər here, over here, burada bərabərdir yaxın məsafənin açar sözü. Yaxın məsafə bildirən sözlərdir, açar sözlərdir. Amma there, bir də over there bərabərdir uzaq məsafə. Yəni tərcümələrindən də bilinir ki, məsafə olaraq bizə yaxındır ya uzaq. Here, burada, there, orada, over here, over there də həmçinin. Bir əşya haqqında danışsam desəm ki,
bu kitab buradadır. Yəni bildiyimiz kimi buradadırsa deməli mənə yaxın bir məsafədədir. Amma orada dedikdə tutan bir otaqdasınız, deyirsiniz ki, stul oradadır. Yəni sənə yaxın olan bir məsafədə deyil və yaxud otağın hansı o bir başındadır. Belə təsəvvür eləyin. İndi cümlələrdə, testlərdə necə qoyurlar, hansı formada istifadə edirlər? Cümlələrdə belə istifadə edirlər. Bura bir boşluq qoyurlar. Tutalım, məsələn, sadə bir cümlə üzərindən izah versən, artıq digər testləri yaza biləcəksiniz. Pen yazıb, burada yazıb is here. İndi baxaq. Heç tərcümə bilmirsiniz. Məsələn, ingilis dilində heç söz bazamız yoxdur, tərcümə bilmirik, amma qrammatika öyrənə bilirik və buradan da başa düşə bilirik ki, burada pen sözü, yəni pen sözü təkdədir. Çünki niyə? Sonunda s yoxdur və tək olan bir sözdür. Cavablarda da yazılıb ki, cavabda da yazılıb belə. This, sonra that, yazılıb this. Bunların üçün verib cavabları. Baxırıq. Bizə pen sözünə əvvəlcə baxırıq. Pen sözü təkdədir. Deməli təkdədirsə, bizim tək varlığımızla istifadə olunmalı ya zət ya da zis. Ona görə biz bu variantı çıxırıq. Çünki zis cəmdə istifadə olunur. Axı zət və zis ikisi də cavab variantına uyğun gəlir. O zaman digər halda baxırsınız cümlənin sonuna. Burada here sözü var. Biz də açar sözlər kimi here sözünü harda yazmışdıq? Yazmışdıq yaxın məsafə ilə. Deməli bizə yaxın məsafə lazımdırsa, biz zəti də çıxırıq buradan. Olur zis. Olur belə zis. Aha, digər cümlələrdə də siz bu qayda ilə işarə əvəzliklərinin işlənmə yerini tapa bilərsiniz. Bu cümləni isə students are very hardworking əlavə olaraq yazdım və boşluğun əvəzinə, boşluğun yerinə hansı əvəzliklər yazıla bilərsə, onları şərh bölməsində qeyd edin. Bugünlük bu qədər. Növbəti dərslərdə görüşənədək.